Reaksiyaların izahına baxaq dəyərli abituriyentlər. Maddə X qatı nitrat turşusu ilə NO2 qazını verən bilirik ki, pasiv metallarımızdır. O zaman bizim C və D variantlarımız getdi. Əgər oksidlər veribsə, bu sadəcə karbon ola bilər və burada da Z kükürtdür ki, H2SO4 NO2 alınıb. Cavabımız B bəndi. Fruktozanın açıq zəncirli quruluşunda aldehid və OH qrupları var. Y variantımız. Əgər molekulumuzda sigma rabitələrin sayı karbon hidrogen 5 ədəddirsə, deməli buradakı radikalımız C2H5 COOH-dır. Siniflər arası izomeri. Siniflər arası izomeri deməli olar mürəkkəb efir. Mürəkkəb efirin hidroliz məhsullarından biri X və biri Y-dir və Y gümüş güzgü reaksiyasına daxil olur. Deməli bu efirin siniflər arası izomeri, daha doğrusu bu turşunun siniflər arası izomeri qarışqa turşusunun etil efiridir və qarışqa turşusunun etil efirinin hidrolizindən bəli əmələ gələr qarışqa turşusu ki, gümüş güzgü reaksiyasına daxil olar. Digər məhlulumuz isə məhsulumuz bizim etanol olar. Etanolda da atomların ümumi sayı 1 molekulda 9 7 8 9 cavabımız Y. Gəldik. Oksidləşmə reduksiya reaksiyalarını müəyyən edin. Təbii ki, sinkin üzərinə xlorid turşusu gəlsək, buradan hidrogen qazı ayrılacaq. Sink özü də təbii ki, bu oksidləşmə reduksiya reaksiyasıdır. Bu məhsulumuz natrium OH-dır. Oksidləşmə dərəcəsini dəyişən yoxdur. Kalium permanganatın soda məhlulu ilə burada etilen glikol alınacaq. Maddənin tərkibində 2 qat rabitə qırılacaq, oksigen gələcək. Təbii ki, oksidləşmə reduksiya reaksiyası baş verir. Amma kalsium karbidin su ilə reaksiyasından alınır kalsium hidroksid ki, bu birləşmənin içində heç kim yükün dəyişməz və asetilində də eyni ilə kalsium karbiddə olduğu kimi karbonun oksidləşmə dərəcəsi -1, hidrogen müsbət 1-dir. Yəni yükün dəyişən yoxdur. Oksidləşmə reduksiya reaksiyaları 1-ci və 4-cü qablarımızda baş verir. Amonium sulfat NH4 2 SO4. Hansı maddələrin suda məhlulu ilə reaksiya axıra qədər gedər? Axıra qədər getməsi üçün mənə SO4 ilə çöküntü verən bir duz lazımdır. Barium xlorid götürə bilərəm. Suda həll olur. Bariumda çöküntü verər. Xlorid turşusu təsir eləyə bilməz. Natrium hidroksid götürə bilərəm. Çünki amonium duzlarını təyin eləmək üçün qələviyə ehtiyacım var. Kalium nitrat götürə bilmərəm. Cavabım 1, 3, A bəndi. Gəldiyi növbəti sualımız tripeptidin kütləsini verib bizə. Tripeptidin 1 molu əmələ gələndə bilirik ki, 36 qramda su ayrılar. O zaman deməli bizim 3 turşunun birgə kütləsi olar. Deməli 267. Buradan da X-in kütləsini tapsaq olar 89. 89-dan 45-in bu hissəyə versəm qaldı 44. 44-dən 16-nı bura versəm və onda bizdə burada qaldı 28. Yəni 2 bizdə oldu metilen. Gəldiyi növbəti sualımıza duzun elektrolizi zamanı Y katodunda əmələ gələn maddənin kütləsini elektrodunda əmələ gələn nəzərə alsaq ki, X müsbət tərəfdə alınıb. Müsbət tərəf bizim elektrik cəryanında anoddur. Onda Y bizdə katoddur. Yəni mənfi tərəfdir. İndi mis 2 sulfatın burada 20%li məhlulu verib, 400-ün 20%-ni tapsam, deməli əlimdə 80 qram mis 2 sulfat var. Mis 2 sulfatı suda məhlulda elektrolizə uğratsaq, katodda mis ayrılır, anodda oksigen ayrılır, reaksiya gedən qabın içində isə sulfat turşusu. Bura bir 0.5 yazsaq, reaksiyamız düzgün əmsallaşmış oldu və indi əgər 160 olsaydı mis 2 sulfat, 64 qram katodda mis ayrılardı, 16 qram oksigen də burada, 80 qram ayrılıbsa, burada bizdə ayrılacaq 32 qram mis. Cavabımız D variantı. Deməli, gəldik halogenlər X və Y nisbi atom kütlələri
X və Y, R1, R2. Halogenlərə nəzər salsaq, üzü aşağı gəldikcə fluor, xlor, brom, yod istiqamətində həm nisbi atom kütlələri artır, nisbi atom kütlələrlə bərabər atom radiusları da artır. Deməli, əgər bizdə X-in kütləsi Y-in kütləsindən böyük olacaqsa, R2 də R1-dən böyük olacaq, X-in kütləsi Y-in kütləsindən kiçik olsa, R1 də R2-dən kiçik olacaq. Yəni, radiusla kütlə bu halda düz mütənasib şəkildə artır. Bəli, cavabımız A bəndi. Eyni kütlədə götürülmüş hidrogen və etandan ibarət. Burada hesablamağa ehtiyac olmadan da, yəni tənliyə getmədən də tapa bilərik ki, etanın 1 molunun kütləsinin 30, hidrogenin də 1 molunun kütləsinin 2 olduğunu nəzərə alsaq, əgər 16 mol varsa, deməli etandan 1 mol götürmüşük, elə hidrogendən də 15 mol götürmüşük ki, burada da bizim 30 qram kütləmiz əmələ gəlib, burada da 30 qram kütləmiz var. Qarışığın ümumi kütləsi 60 qramdır, etanın həcmi normal şəraitdə 22,4-dür, hidrogenin həcmi 22,4 yox, 15 vurmaq 22,4 olar. Cavabımız C var. Keçdik növbəti suallarımıza. Deməli, Gələvi metallar X, Y, Z eyni kütlədə verilib. Eyni kütlədə veriləndə sərf olunan xlorun mol sayı ən çox N2-də olub. Gələvi metalları fikirləşim, litium kütləsi 7, natrium kütləsi 23, nisbi atom kütləsi, kaliumun da nisbi atom kütləsi 39. Təbii ki, eyni kütlə götürəndə mən litiumdan mol miqdarına görə çox götürməliyəm ki, deyək ki, hamısını 39 qram götürmək istəyirəm. Təbii ki, ən çox kimdən götürməliyəm? Litiumdan. Mol miqdarını çox götürəndə, təbii ki, ona daha çox da xlor lazım olacaq. Demək ki, ən çox lazım olub xlor, deməli litiumu qoydum bura. Ondan sonra M1-ə lazım olub, onda natriumu qoydum bura. Və ən az da N3-ə lazım olub mol miqdarına görə kaliumu da qoydum bura. Demək ki, indi bizdə atom kütlələrinin müqayisəsi istəsə nisbi atom A3 hamısından böyükdür, A1 isə A2-dən böyükdür və bu da oldu. Cavabımız da D variantı. Növbəti suala baxırıq. Molekulunda kimyəvi rabitələrin yaranmasında hibrid orbitalların sayı 4, 3, 2. Metan molekulunda karbonun 4 hibrid orbitalının 4-ü də iştirak edir. Amonyakda 4-dən 3-ü, suda isə oksigenin sp3 hibrid orbitalından ikisi iştirak edir. Ona görə də cavabımız D variantı. R1 və R2 radikalları birləşdikdə izomeri olmayan alkan əmələ gəlirsə, izomeri olmayan alkanımız CH4-dür. İkincisi C2H6-dır. C2H6 olması üçün R1 və R2-nin eyni radikal olması lazım idi. Yəni, hər ikisinin CH3 olması lazım idi ki, bizə belə bir şərt vermədiyinə görə, üçüncü izomeri olmayan alkanımız propandır. Deməli, R1 və R2 radikallarından biri metil radikalıdır, biri də etil radikalıdır. Hər hansı biri. İndi, əgər natrium OH spirtdə məhlulu ilə reaksiyaya daxil olarsa, burada bizim CH2 2 qat CH, C2 H5. Yəni, alınar bizdə deməli, buten 1. Onda karbon-karbon sigma rabitələrin sayı 4 olmaz, 3 olar. Polyar, karbon-karbon qeyri-polyar kovalent rabitələrin sayı 4 idi. Kimyəvi formulumuz C5H10 yox, C4, H8 olar. Karbon atomlarının hibrid orbitallarının ümumi sayı bəli 14 olar. Çünki 4 karbonumuz var. O karbonların da hərəsinin bir pi orbitalı hibridləşməyib, ona görə 14. Homoloji sıranın 3-cü nümayəndəsidir. Bəli, bu da doğrudur. Çünki ilk nümayəndəmiz alkenlərdə içində 2 dənə karbon olandan başlayır. Karbon-hidrogen rabitələrinin sayı deməli 8-dir. Burada isə 6-dır. Və sualda bizdən doğru deyilləri soruşduğuna görə 2, 3 ilə 4 doğrudur. Bu halda 1, 2, 5 cavabımız səhv fikirlərdir. Kükürt üçün hansı ifadə doğru deyil? Suda həll olunmur. Bu doğrudur. Hidrogenlə reaksiyadan H2S alınır ki, burada kükürt mənfi 2-dir. Yəni, oksidləşdirici olardı kükürt. Çünki bu reduksiya məhsuludur. Ona görə bu bizim səhv ifadəmizdir ki, mən bunu götürməliyəm. Oksigenlə reaksiyada reduksiya edicidir. Bəli, çünki SO2 alınır. Kükürdün bu oksidləşmə məhsuludur.
Bütün halogenlərlə reaksiyaya daxil olur. Xeyr, bütün kükürt yodla daxil olmur. Deməli, bu səhv fikirdir. Bizdən də səhv fikirlər istəyir. 2 ilə 4 səhvdir, 1 ilə 3 doğru fikirdir. O zaman cavabımız Y variantı. Gəldik növbəti sualımıza. Növbəti sualımızda eyni temperaturda bərabər həcmli qablarda baş verən reaksiyaların sürəti. Temperaturumuz eynidir, həcmlərimiz eynidir. Reaksiyanın kinetik tənliyini yazsaq, NH3 alınacaq 2 NH3. Deməli V bərabərdir. K vurulsun. N2 vurmaq, deməli H2 kubu. İndi qabımızın həcmləri eyni olduğuna görə sadəcə mol miqdarları üzərindən gedə bilərik. Birinci qab üçün biz yaza bilərik ki, K vurulsun 0,5, çünki 14 qram 0,5 moldur. 14 qram hidrogen isə 7/3. Yəni 7 mol eləyəcək. Bunda qüvvətə yüksəltdim. İkinci qab üçün yaza bilərəm ki, 14 qram, yenə də 0,5 vurmaq 14/3. Üçüncü qab üçün isə yaza biləcəyim olacaq ki, K vurmaq 14 vurulsun 7/3. Və burada təbii ki, ən böyük ədədi qiymət 3-dədir, daha sonra 2-də, sonra isə 1-də. Yəni V3 bizdə böyüdür V2-dən, bu da böyüdür V1-dən. Deməli, cavabımız oldu B variantı. Növbəti sualımız sulfat turşusunun qatı məhlulu ilə natrium reaksiyaya girəndə burada bizim natrium sulfat, H2S və su alınmalıdır. H2S təzədən X maddəsi ilə, daha doğrusu X maddəsi Z ilə reaksiyaya girir, X alınır, Y alınır və S alınır. S oksigenlə reaksiyaya girib Z alınır. Z istənilən halda SO2 olmalıdır. Çünki kükürdün oksigenlə reaksiyasından başqa məhsul ola bilməz. O zaman bizim elə biz götürək Z-i SO2 götürürüksə, X-i də mütləq H2S götürməliyik. Bu halda Y də bizdə oldu su. Çünki H2S deməli kommutasiya reaksiyası. H2S kükürt dioksidlə reaksiyaya girər, əmələ gətirər kükürt və suyu. Deməli, X oldu H2S, Y oldu su və Z oldu kükürt dioksid. Cavabımız B variantı. Dördüncü dövrün əlavə yarımqrup elementi. Dördüncü dövrün əlavə yarımqrup elementində 1s2 təbəqəsi var, 2s2 təbəqəsi var, 2p6 təbəqəsi var, 3s2 dolub, 3p6 dolub, 3dx ilə 4sy bunu tamamlamalıyıq biz. P elektronlarının sayını A plus 7 verib. P elektronları burada 12 ədəd olmalıdır. 6 plus 6 bərabərdir A plus 7-yə. Deməli, A bərabərdir 5-ə. Aha, D 5-dir. O zaman S elektronlarının sayı da 7 olması üçün 2, 6, daha doğrusu 4, 6. Demək ki, S-də də 1 elektronumuz var. Deməli, bir söhbət 3D5, 4S1-dən gedir. 1 səhvdir, 2 düzdür, 3 düzdür. Qeyri-metaldır, yox. Bu xrom metalı idi. Ən bərk metalımız A variantı. Növbəti çox rahat bir sualımız. Eyni mol miqdarda götürülmüş hansı metalı ilə reaksiyaya daha çox xlorid turşusu sərf olunar? Əgər söhbət eyni mol miqdarlarından getirsə, kimin valenti daha çoxdursa, o daha çox hidrogen çıxardacaq. Dəmir xlorid turşusu ilə reaksiyada 2 valentlidir. Ona görə də ən çox valentimiz C variantında alüminiumda olduğuna görə bu cavab da doğru. Növbəti sualımız, tərkibində mürəkkəb efir qrupu olan iri molekullu fenolformaldehid mürəkkəb efir qrupu yoxdur. Kafronun da mürəkkəb efir qrupu yoxdur. Amiddir. Polimetil metakrilatın içində mürəkkəb efir qrupu var. Amma o polikondensləşməklə yox, polimerləşməklə alınır. Poliizoprenin içində efir qrupu yoxdur. Lafsanda var. Lafsan bilirik ki, etilen qlikol ilə tereftal turşusunun
birgə polikondensləşmə məhsuludur. Yəni həm içində efir qrupumuz var, həm də polikondensləşmə ilə alınır. Növbəti sualımız 9-cu sinif mövzularındandır. Kalium permanganatın temperatur iştirakında, kalium xloratın isə manqan 4 oksid iştirakında parçalanmasından alınan eyni məhsul oksigendir. Çünki burada kalium xlorid var, burada da kalium manganat, manqan 4 oksid və oksigen. Kalium xlorat əgər H-xlor ilə reaksiyaya girsə, alınar kalium xlorid, xlor və su. Bu reaksiyadan da biz xlorun laboratoriyada alınması üçün istifadə edirik. İndi gəldik X. X-in də elektrolizindən Y alınırsa, demək ki, X bizdə sudur ki, çünki suyun elektrolizindən həm hidrogeni, həm oksigeni ala bilərik. Hansı reaksiyalar baş verə bilər? Su mislə heç bir şəkildə reaksiyaya girməz. Amma oksigen dəm qazı ilə reaksiyaya girə bilər. Su kükürtlə heç bir şəkildə reaksiyaya girmir. Oksigen amonyakla reaksiyaya girir. Su florla da reaksiyaya girə bilir. H flor və oksigen ayrılır. 2, 4, 5 cavabımız C variantı. Əgər X hidrogenlə reaksiyaya girib spirtə çevrilirsə və spirt təzədən mis-2 oksidlə reaksiyaya girib X-ə gedirsə, deməli söhbət aldehiddən gedir. Aldehid sözünün mənası hidrogenini itirmiş spirt idi. Hidrogen birləşdirib spirtə, spirtin də mis-2 oksidlə oksidləşmə məhsulu yenidən aldehid. İçində 2 karbonu olan bu bizim etanolumuzdur. Benzol və toluoldan ibarət C6, H6, C7, H8, X bir yerdə 20 qramdılar. Burada kalium permanganatın təsirindən oksidləşib benzoid turşusuna çevrilən bizim deməli kalium toluolumuzdur. Əgər 92 qramı reaksiyaya girsəydi, buradan 122 qram turşumuz alınardı. Emirlər verilib bizə. 12-12 verilibsə, deməli 9-12 benzolumuz var. 9-12 benzolumuz varsa, deməli 20 qram qarışıqdan 9-12-si benzoldursa, daha doğrusu 9-12-si toluoldusa, onda 20-dən çıxdıq, 9-12-ni, 10,8-i də deməli bizim benzolumuzdur və 10,8-i də 20-yə bölüb 100-ə vursaq, bu da eləyəcək 54%. Növbəti sualımız etil spirti və 9,2 qram gliserin. 9,2 qram gliserin elə bizim 0,1 mol gliserinimizdir. Çünki emerin verib bizə 92. Və gliserinin 1 molunda metalla əvəz oluna bilən 3 mol hidrogen var. Hidrogen atomu. Bu da deməli bu da 1,5 mol hidrogenə uyğun gəlir. Biz bax bu litri də bir dəfəlik mola keçirsək, eləyər 0,25 mol. Daha səliqəli yazaq, aydın olsun deyə. 0,25 mol hidrogenimiz ayrılıb. İndi əgər 92 qram gliserin reaksiyaya girsəydi, buradan natriumlar 1,5 mol hidrogen çıxardardılar. İndi əgər bizim 9,2 reaksiyaya giribsə, yəni 0,1, buradan 0,15 molda hidrogen ayrılacaq. Deməli, ayrılmış 0,25-in 0,15-i gliserindən çıxıb, yerdə qaldı 0,1. Etanolun C2H5OH 1 molundan deməli 0,1 mol hidrogen çıxırdı. Çünki burada əvəz oluna bilən hidrogenimiz budur. İndi bizim əgər 0,1 mol hidrogenimiz varsa, bizdən kütlə istədiyinə görə bura 46 yazaq. Burada X və X da bərabərdir 9,2-yə cavabımız Y variantı. Gəldik növbəti suala. Növbəti sualımız 4,4 qram mürəkkəb efirin hidrolizindən
2,3 qram doymuş bir əsaslı karbon turşusu və 3 qram doymuş bir atomlu spirt. Mürəkkəb efir hidroliz eləyəndə üzərinə su gəlirik və buradan bizə turşu və efir alınır, turşu və spirt alınır. İndi turşu və spirtin kütləsin verib bizə. O zaman deməli suyun kütləsi də buradan reaksiyaya girən maddələrin kütlələri cəmi, reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabər olar prinsipindən götürsək 0,9. Deməli bu efirin 4,4 qramının hidrolizinə 0,9 qram su sərf olunub. Efirlərin kütlələrinin 14N plus 32. Çünki CN, H2N, O2 düsturu ilə hesablasaq 1 moluna 1 molda su lazımdır. Onda 14N plus 32 bərabərdir. Deməli 88-ə, buradan 14N bərabərdir 56-ya, N də bərabərdir 4-ə. Deməli, bizdən nə istəyirdi? Mürəkkəb efir molekulunda karbon atomlarının sayı elə 4. Müəyyən şəraitdə hidrogenlə azotun arasında baş verən reaksiya nəticəsidir. Bax, belə olur. Gördüyüm kimi 120-dən 96-ya düşüb, 120-dən 96-na çıxdım. 24 mol azalma var ümumi mol miqdarında. Normalda baxırıq ki 4 mol reaksiyaya girir, 2 mol alınır. Yəni 2 mol azalma olur. 2 mol azalma baş verəndə bizdə 3 mol hidrogen reaksiyaya sərf olunur. Bizdən hidrogenin mol sayını istəyib. İndi bizdə azalma neçə moldur? 24. Bura düşər X. X də bərabərdir. Deməli, bu halda 36-ya. Gəldik növbəti məhlul sualına. Çox rahat bir sualdır. Müxtəlif yolla eləyə bilərsiniz, amma ən rahatı. 28% məhlul. Nəzərə alsam ki, 100 qram məhlul götürə bilərəm. 28 qramın kalium OH ki, heç bir şərti pozmuram. Bu halda 72%, yəni 72 qramı da su. Yəni mənim əlimdə olur 0,5 mol kalium OH və bu halda 4 molda su. İndi kalium iyonları A ilə işarə olunub 0,5 moldur. B ilə hidrogen 4'ü burada, daha doğrusu 8'i burada, 0,5'i burada. 8,5. C'ni tapdım. 0,5'i burada, 4'ü burada. 4,5. Və tapırıq indi doğru olanı seçin. B bölmək A bərabərdir 17. B-ni A-ya bölsəm 8,5'i böldüm B-ni A-ya. A-da nə qədərdir? 0,5'dir. Bəli, 17 eləyər. Düzdür. Sonra B-ni C-yə bölsək. B 8,5, C 4,5. Aydındır ki, buradan 8 alına bilməz cavab. Səhvdir. C-ni A-ya bölsək. 4,5. A-da nə qədərdir? 0,5. Bu 9 eləməlidir. A plus B. A 0,5. B 8,5. C-dəki oksigenimizin sayı 0,5. Daha doğrusu 4,5. Yuxarı oldu 9 bölmək 4,5. Burada da cavab eləyərdi 2. Bəli, düzdür. 1 ilə 4-cü cavablarımız düzdür. Natrium OH-ın kütləsi. Belə məsələlərdə molla işləmək sizin üçün rahat olacaq uşaqlar. 0,2 moldur. 8 qram. Gördüyüm kimi duzum hansı duzdur? Dihidroduz. Dihidroduz hansı halda alınır? Turşu ilə əsas 1-1 mol nisbətində götürüldükdə natrium H2PO4 üstə gəlmək 1 molda su. Bir dənə OH-ımız, bir dənə H-ı birləşdirib özünə. Deməli, əgər burada 0,2 moldursa, 0,2 molda turşuya ehtiyacım var. 0,2'ni vurdum 98'e. Bu da elədi 19,6. X-imiz də 19,6. Gəldi, xlor reduksiya edicidir. Yəni, xlor elektron alır. Xlor elektron, daha doğrusu xlor elektron verir. Xlorun reduksiya olduğu reaksiya bax budur. Çünki burada alınır mangan xlor 2 dəyişmir burada. Alınır su və xlor 2 sərbəst halda getdi bura. Oksidləşdirici elektron alacaq. Sadəcə bax bu D variantındadır. Kalium xlor və oksigen olacaq. Müsbət 5-dən gəlib mənfi 1-ə. Başqa da heç bir yerdə xlor yoxdur. D bura.
xlorun qələvilərlə reaksiyasında həm elektron alır, həm oksigenli duz alınır, həm oksigensiz. Ona görə həm oksidləşdirici, həm reduksiya edici. A və C variantları. Situasiyaya baxaq. İndi burada verilən miqdarları ilə nələr tapa biliriksə, sulfat turşusu suda 490 qram məhluludur. Deməli, bu 490-ın içində turşu da var, su da var. Dəmir lövhə daxil edildi. Dəmir duru sulfat turşusu ilə reaksiyadan alınar dəmir 2 sulfat və hidrogen qazı da ayrıldı, getdi işinin dalıyca. Turşu tam reaksiyaya daxil olduqdan sonra lövhə məhluldan çıxarıldı. Deməli, turşudan artıq qalmayıb qabın içində. Hamısı duza çevrilib. Məhlulda maqnezium lövhə daxil edildi. Maqnezium lövhə necə reaksiya verər bizə dəmir 2 sulfatla? Maqnezium dəmirdən daha aktiv olduğuna görə maqnezium sulfat alınır, dəmir də ayrılar. Və normalda bizim lövhəmizin kütləsi 24, tam reaksiya baş verəndə 56 qram. Deməli, 56-dan 24-ü çıxdım. 32 qram əgər ideal şəraitdə 1 molda mənim lövhəmdə artım baş verməlidir. İndi bizdən deyir ki, çıxarılan zaman 3,2 qram artıb. Deməli, əgər 1 mol duz sərf olunsaydı, mənim 32 qram artımım olmalı idi. İndi əgər mənə 1 mol duza 32 qram artım. Əgər mənə 3,2 qram artım deyirsə, deməli 0,1 feryum SO4 sərf olunub reaksiyaya, dəmir 2 sulfat. Məhlulda dəmir duzlarının mol miqdarı 20% azalıb. Deməli, bu reaksiyaya girən 0,1 mol mənim dəmir duzumun 20%-idir. Onda 100% nə qədər idi? Bir A ədədi qoysaq, A eləyəcək 0,5. Deməli, 0,5 mol dəmir 2 sulfat duzu olub məhlulumuzda. Son məhlula natrium OH əlavə edən zaman ağ rəngli və yaşılımtıl çöküntü. Bəli, maqnezium sulfatın üzərinə biz əgər natrium OH əlavə eləsək, burada maqnezium hidroksid çöküntüsü alınar ki, ağ rəngli çöküntüdür və natrium sulfat. Eyni anda deməli, dəmir 2 sulfat üzərinə də natrium OH əlavə eləsək, dəmir 2 hidroksid, yaşılımtıl getdikcə qonurlaşan yaşıl rəngli çöküntü və natrium sulfat da alınar ki, 0,4 mol dəmir hidroksid, 2 hidroksid, 0,1 mol da maqnezium hidroksid çöküntüsü. Çünki əgər duzun miqdarı 0,1-dirsə, demək ki, bu biri duzdan da elə 0,1 alınıb. Və əgər indi bizim 0,5 mol duzumuz alınıbsa, deməli reaksiyada 0,5 mol sulfat turşusu sərf olunub. Sulfat turşusunun 1 molunun kütləsi nə qədərdir? 98. 0,5 molunun kütləsi nə qədər olacaq? Olacaq 49. Və 49 da 490-ın neçə faizidir? 10% idi. Deməli, ilk başda bizim məhlulumuz 10% məhlul imiş və buradan nə qədər hidrogen ayrılar? Dəmir 1 molu 22,4 litr hidrogen ayırardı. Buradan isə yarım mol turşu reaksiyaya girdiyinə görə, tamamilə reaksiyaya getdiyinə görə 11,2 litrdə hidrogen ayrılıb. Hər birinizə uğurlar uşaqlar.